Salam aleyküm. Bugün sizə qarazirə yağının mükəmməl faydasından danışmaq istəyirəm. Həbəşistan toxumundandır, 100%. Yessamin'dən almışam. Yessamin demək, Nəsil metrosu yaxınlığında yerləşir. Məscidin yanında, təxmini məscidin yanında, Heydər məscidinin yaxınlığındadır. Stomatoloq klinikanın üzbəüzdür. Bir də ki, Xırdalanda var, Mədəniyyət evindən üzbəüz. Çox gözəl məhsulları var. Qarazirə yağı. İndi bunu mən D vitamini ilə qarışdıracağam və sizin gözünüzün qabağında da inşallah ki, içəcəm. Bir dənə bax göstərim sizə. Bax 250-dir. 250 milli olandır. İnşallah bunu açım. 2 dənə D vitamini buna qarışdırırım. Laboil D3. Fitoklublarda və Yessamində var. Ala bilərsiniz. Hər cür variantda D vitaminini qaldırmaq olur. Bu da gözəldir. Niyə görə? Çünki çörək otu bilirsiniz ki, ölümdən başqa hər şeyə faydalıdır. Tükənməz faydası var. İmmuniteti qaldırır, virus əleyhinə, şişlər əleyhinə, hər şeyə qarşı tükənməz faydası var. Mədədə olan helikobakterini də məhv edir bax bu. İnşallah düzəldim göstəreyim. Demək artıq hazırdır. Laboildə əlavə eləyə bura inşallah. Biraz çox olacaq bu. Məcburan başqa qaba tökəm. Ora yerləşmədiyi üçün bir dənə belə stəkana tökdüm. Qarışdırmaq üçün də. Yəni 2 dənə, məndə indi 2 dənə idi də deyil. 2 dənə, 3 dənə, 4 dənə qarışdıra bilərsiniz. Problem yox. İndi bunu yenə də elə öz tulkasına əlavə eləyəcəm. Qalandakı elə D vitaminlərinin içərisinə bunu əlavə eləyəcəm. İnşallah əlavə eləyim bir dənə bunu. Birinci yox qarışdırım. Birinci qarışdırım. İkinci qəşəng bunu qarışdıraq. Həm D vitaminimiz bizim artacaq inşallah. Həm də ki bədənimizə qarazirə yağı faydalı olacaq. Yəni həm D vitamini, həm də ki qarazirə yağı mükəmməl fayda verəcək birlikdə inşallah. Artıq əlavə eləmişəm. Bismillah. Kimin mədəsində problem yoxdursa ac qarnına içsin. Kimin mədəsində problem varsa yeməkdən 1 saat sonra içsin. Bax belə. Bismillah. Çox getdi. Düzdür, çox sərtdir. Çünki həbəşi toxumundan olandır. Amma ən sərt olan da faydalı olandır. O gözünüzün qabağına çəkib verirlər. Vallahi o toxum heç onun kübrə ilə böyümüş toxumlardanız yetişmiş. Biz onları bilmirik. Laboratoriyadan çıxan məhsullar alın. Bax belə məhsullar. Allah bizim üçün bunu şəfa eləsin inşallah. Ümumiyyətlə nəyisə bir bitkini və yaxud hansısa bir məhsul istifadə edəndə, yəni aləmlərin Rəbbi olan Allaha təvəkkül eləyək və onu bizim üçün şəfa eləsin inşallah.